kimsə ki, üzürsüz yerə, qəsdən namazı pozulmuş halda namaz qılır. Şeyx Hüseyin Teymiyyə rəhməhullah deyir ki: "Aman sallə bi ghayri tuharatin şər'iyyetin mustahillan zalika fa huwa kafir və law lam yastahilla zalika faqad ikhtalafa fi kufrihi faqad ikhtalafa fi kufrihi və huwa mustahiqqun lil uqubati ghaliza." Və deyir ki, kim dəstəmazsız, yəni şəri dəstəmaz olmadan və bunu halal görərək, amma bu cür namaz qılmağı halal görərək namaz qılarsa, o deyir kafirdir. Və kim bunu halal görməsə, yəni dəstəmazsız namaz qılmağı halal görməsə və belə namaz qılarsa, qəsdən bilərəkdən, onun küfründə ixtilaf edilib. Və umumən o, yəni cəzaya, şiddətli cəzaya haqq edir. Yəni o şiddətli cəza alınacaq buna görə. Çünki yəni, bu nəyə girir? Dinə istihza etməyə. Sanki dinlə istihza eləyir. Həmçinin bu barədə hədisdə gəlib ki, İbn Məsud radiyallahu anh hədisində qala Rasulullah sallallahu aleyhi ve sellem, Allahın Resulü sallallahu aleyhi ve sellem deyir ki, umira bi abdin min ibadillahi en yudraba fi qabrihi mi'ate cəllə və ləm yəzəl yusələ və yəd'u hatta sarat cəllətən vahidə fəculize cəllətən vahidətən fəbtələ qabruhu aleyhi naran fələmə irtəfə anhu qala alə mə cələttumuni. Və deyir ki, İbn Məsud radiyallahu anhu, Peyğəmbər sallallahu aleyhi ve sellem elə demişdir, yəni Allahın qullarından bir qula əmr oldu ki, onu qəbrində 100 dəfə şallaqlasınlar. Və deyir, o bu barədə Allahdan istəyir, Allaha dua edirdi, hətta ta ki, o bir şallaq oldu. Və deyir ki, bir şallaqlandı və qəbri odla doldu. Qəbri ateşlə doldu. Nə vaxt ki, yəni ondan bu şey qaldırıldı, dedi ki, mən nəyə görə şallaqladınız? قالوا إنك صليت صلاة بغير طهور ومررت على مظلوم فلم تنصره. Və deyildi ki, sən dəstəmazsız namaz qıldın və bir məzlumun yanından keçdin və onu kömək etmədin. Yəni, ona Buxari rəhməhullah burada qeyd etmək istəyir ki, bu fəsildə dəstəmaz namazın qəbul olması üçün şərtlərdəndir.